Əgər uşaq özünə qapanıbsa və siz evdə olan bir üsyana qarşı hər hansı bir reaksiya vermirsə, məsəl üçün bəzən olur ki, valideynlər ana gəlir deyir ki, ata dayanmadan qışqırır və uşaq sakit və səssizdir. Soruşuram ki, bəs niyə bu səni narahat eləmir? Deyir ki, mənim üçün artıq fərqi yoxdur. Bu artıq fərqi yoxdur, bu artıq həmin o zəngdir. Diqqətli olmaq lazımdır. Əgər sizin uşağınız özünə qapanıb və dost mühiti belə məhdudlaşıbsa, yəni məsəl üçün əgər sizlə bölüşməyib, amma dostları çoxdursa, onlarla yetəri qədər rahat danışırsa, bölüşürsə, hər şey qaydasındadır. Amma əgər o artıq dost mühitlərini də məhdudlaşdırıbsa, evdən bayıra çıxmaq istəmirsə, həvəssizdir, otağı darmadağındır, səliqəsizdir, geyiminə fikir vermirsə, xüsusən yeniyetmələr öz gigiyenalarına qarşı və öz gözəlliklərinə və sağlamlıqlarına qarşı çox həssas olurlar. Əgər o öz sağlamlığından və öz gigiyenasından maraqlanmırsa və siz bunu sadəcə sakitdir, özünə qapalıdır, ancaq kitab oxuyur kimi görürsünüzsə, ancaq dərs oxuyur kimi görürsə, bu çox önəmli bir zəngdir. Bu narahat olmalı bir məqamdır. Yəni bir uşaq yeniyetməlik dönəmində dərs oxumağa maraqlı olmalı deyil. Onun qayını qaynadığı bir zamandır. O mütəmadi olaraq onu proporsional olaraqdan daha strukturlu, daha ağıllı uşaq onu yəni belə deyək, planlamağı bacarmalıdır, oxumalıdır, amma onu daha çox nələr kənarda baş verdiyi maraqlanmalıdır. Qız uşağıdırsa mütləq bir anasından fərqli bir geyimlərinə baxmalıdır. Özünə geyim seçməyi artıq xahiş eləməlidir ki, olar mənə filan geyimləri alaq və yaxud da gigiyenası ilə bağlı suallar verməlidir. Oğlan uşağıdırsa mütləq öz xarici görkəmindən bağlı, tüklənməklə bağlı çoxlu suallar verirlər ki, məsəl üçün bu nə vaxt olacaq? Akne olmamaları üçün bir tədbirlər görürlər və yaxud da dostlarıyla harasa mütəmadi olaraq bir görüşmək istəyirlər. Atalarının dostları haqqında maraqlanırlar. Amma əgər övladınızın bütün bu istəkləri çox məhduddursa, yəni bu ciddi bir zəngdir və diqqətli olmaq lazımdır.